Aprelin 28-i saat 11:00 olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Belə ki, Gədəbəy, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Xaltan, Yardımlı, Lerik, Lənkəran və Astarada ara bir şimşək çaxır, yağış yağır. Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Şirvanda 19, Beyləqanda 18, Culfada 17, Şahdağda 16 metr saniyəyə çatır. Dənizdə dalğanın hündürlüyü 3,7 metrdir.